Salam əziz abituriyentlər, bu gün sizə Güvən Nəşriyyatı tərəfindən keçirilmiş sınaq 14-ün situasiya suallarının izahını təqdim edəcəm. Bildiyiniz kimi, birinci qrupların 9, 10 və 11-ci siniflərində, ikinci qrupların 9, 10 və 11-ci siniflərində situasiya sualları eyni olur. Ona görə də onları bir videoda cəmləşdirdim. Əgər bu videolar sizlər üçün faydalı olursa, mütləq şəkildə videonu bəyənib kanala abunə olun ki, bundan sonraki videolar da qarşınıza vaxtında çıxsın. Əvvəlcə birinci qrupların situasiyalarını izah edək. Keçək suallara. Birinci sualda bizə deyilir ki, şəklə əsasən Y-i tapaq. Bu cür sualların asan qaydası əvvəlcə abituriyentlər tərəfin uzantısını çəkməkdir. Mən bilirəm 216 dərəcə verilibsə, bura 144 dərəcə qeyd edə bilərəm. 144-ün qonşusu üçün bura 36 dərəcə olduğunu yaza bilərəm. Burada bu bucaq və 2x çıx 4, daha doğrusu 2x çıx 14 daxili çarpaz bucaqlardır. Ona görə o hissəni də 2x çıx 14 şəklində göstərirəm. Yəni bu daxilə düşən hissədir. Daha sonra nə bilirəm? Deyirəm ki, 5x plus 19 üzərinə gəl 2x çıxaq 14 bərabərdir 180-ə. Buradan 7x plus 5 bərabərdir 180-ə. Buradan 7x-imiz 175-ə. X-imiz isə 25-ə bərabərdir. Biz x-i təyin etdik. Daha sonra nə deyərik? Deyərik ki, 36 üzərinə gəl 4y plus 12 plus 2x çıx 14. O da nəyə bərabərdir? 180 dərəcə. Yəni bu daxildəki üçbucağın daxil bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Biz buradan nə alırıq? 4y, demək 4y, 12 plus 36, 48, çıxaq 14. 48-dən 14 çıxanda 34-ü verir. Demək, plus 34, plus 2x bərabərdir 180 olduğunu yaza bilərik. 180 dərəcə yazırıq. Demək, əziz abituriyentlər, biz x-in əvəzinə 25 yazsaq, bunu belə yazıram. 4y üzərinə gəl 34, üstə gəl 2 vurulsun 25 bizə 50-ni verəcək. Bərabərdir 180-ə. Buradan 4y-imiz bərabərdir 34 plus 50, 84. Sağ tərəfə keçirsək 96-ya bərabərdir. Buradan da y-imiz bərabərdir 24-ə. Doğru cavabımız oldu 24. Bu situasiya sualı olduğuna görə yəqin ki, buradan x-i 25 tapanlar yarı bal alacaq. Keçək növbəti 29-cu sualımızın izahına. 29-cu sualda bizə deyilir ki, A2, B13,4, CX nöqtələri qeyd olunmuşdur. Şagirdlər, burada iki variant olacaq təbii ki. Çünki bizə A-nın harada yerləşdiyini demir. Yəni, daha doğrusu, nöqtələrin hansı şəkildə yerləşdiyini demir. Onda bu şəkildə birinci şəklimizi qeyd edək. A2 bura olsun. B 13,4 ən sağda olsun. 13,4 ən sağdadır. Bu CX nöqtəsidir. Və bizə deyir ki, AC bölünsün CB 3-ün 5-ədir. Yəni, bura 3K, burada nə yaza bilərəm? 5K olduğunu yaza bilərəm. Bu halda nə yazırıq? Biz bilirik ki, 13,4-dən 2-ni çıxsam, bu məsafəmiz 12,4-dən çıxıram 2-ni, alır nəyi? 10,4. Onda yaza bilərik ki, 8K bərabərdir 10,4-ə. Buradan K bərabərdir, deyə bilərik 1,3-ə. 1,3-ə. İndi K-nın 1,3 olması bizə nöqtələrin koordinatlarını təyin etməyə kifayət edir. Demək, mən 3-ü vururam 1,3-ə. 3 vurulsun 3K daha doğrusu bərabərdir. 3 vuraq 1,3 bərabərdir 5,9 olduğunu aldım. Ancaq 0-dan yox 2-dən başladığıma görə 5,9-dan çıxıram 2-ni olur neçə? 3,9. Demək, birinci halda x-in qiyməti nəyə uyğundur? 3,9-a uyğundur. 3,9-a üzr istəyirəm. Bunu düzəldək bir dəqiqə. X-in birinci qiyməti 3,9-a uyğun olduğunu təyin etdik. Demək, x bərabərdir 3,9. Keçirəm ikinci hala. İkinci halda gəlin buradan qeyd edək. İkinci hal üçün yaza bilərik ki, əziz abituriyentlər. Demək, verilmiş C nöqtəsi indi bu şəkildə yerləşsin. Baxın. Demək, C nöqtəsi buradadır. A nöqtəsi, yəni 2 buradadır.
B nöqtəsi 12,4 isə buradadır. İndi X nöqtəsi isə burada yerləşibdir. İndi baxaq ki, buradan nə alırıq? Demək, əvvəlcə AC-miz demək 3K bura desək, CB-miz isə baxın CB-miz 5K-dır. Bax, bu isə 5K-dır. Onda bura nə qalır? 2K. İndi 12,4-dən baxın, bu hissəni tapıram. Bax, bu qırmızı hissəni. 12,4-dən 2 çıxsam nə alınacaq? 10,4. 10,4 neçə K-dır? 2K-dır. Onda K-mız nəyə bərabərdir? 5,2. İndi mən 3K-nı təyin etsəm, 3K bərabərdir 3 vuraq 5,2 yaza bilərəm ki, bu da mənə verəcək təbii ki 15,6. Amma mən 2-dən 15,6 getmişəm. Demək, 2-dən 15,6-nı çıxmalıyam ki, görək sola doğru mən nə qədər getmişəm? Təbii ki, mənfi 13,6 metr getmişəm ki, X2 nöqtəmiz də mənfi 13,6-ya uyğundur. Bizim 2 qiymətimiz var. Mümkün qiymətlərini tapın. Yəni ki, qiymətlərdən hər hansı birini tapanlar yarı bal alacaq. Hər iki qiymətli tapanlar isə tam bal alacaqlar. Keçək isbatımızı eləyək. Bu isbat çox maraqlı bir isbatdır. Belə deyək ki, yəqin ki, abituriyentlərin qaydaları yaxşı bilənləri bu isbatı yazıb, digərləri isə müəyyən qədər çətinlik çəkiblər. Gəlin isbatımızı əvvəlcə şərtini oxuyaq. Deyir ki, isbat edin ki, düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu katetləri fərqinə bərabər olarsa. Gəlin bir düzbucaqlı üçbucaq çəkək əvvəlcə. Düzbucaqlı üçbucaqda daxilə çəkilmiş çevrənin radiusu. Bura A-dır, bura B-dir, bura C-dir. Radiusda kiçik R bərabərdir. Biz bilirik ki, kiçik R-imiz bərabərdir nəyə? A plus B çıx C bölünsün 2-yə. Yəni, buradan 2R'imiz bərabərdir. A plus B çıx C yaza bilərik. Bu bizim düsturdan aldığımız hissədir. Bizə şərtdə deyir ki, daxilə çəkilmiş çevrənin radiusu katetlərin fərqinə bərabər olarsa. Yəni, R nəyə bərabərdir? A çıx B-yə bərabər olarsa, perimetrin hipotenuzdan 2014 dəfə böyük olduğunu isbat etmək lazımdır. Gəlin, əziz abituriyentlər, burada yəni birinci yazdığımız düsturda R-in əvəzinə, yəni 2 vurulsun, R-in əvəzinə nə yazıram? A çıxılsın, B yazıram. Onda bərabərdir A plus B çıx C yaza bilərik. Buradan vurub açsam alıram ki, 2A çıxaq 2B bərabərdir A plus B çıxaq C olduğunu yaza bilərik. Daha sonra biz burada bir sadələşdirmələri aparsaq, A-nı sol tərəfə keçirsəm, A bərabərdir. Mənfi 2B-ni sağ tərəfə keçirsəm, 3B olacaq. Mənfi 2B üstə gəl B, 3B çıxaq C olduğunu yaza bilərik. İndi burada yenə bir düzbucaqlı üçbucaq çəkirəm. Və bu düzbucaqlı üçbucaqda A-nın əvəzinə 3B çıxaq C, burada B, burada C olduğunu qeyd edib, burada Pifaqor teoremini tətbiq edirəm. Yəni, 3B çıx C-nin kvadratı üstə gəl B-nin kvadratı bərabərdir C kvadratı yaza bilərik. Açsaq 9B kvadratı çıx 6BC üzərinə gəl C kvadrat üstə gəl B kvadratı bərabərdir C kvadratı. C kvadratlar islah olsa 9B-nin üstə B gəlsək 10B kvadratı çıx 6BC bərabərdir 0 yaza bilərik. Bilirik ki, əziz abituriyentlər, biz buradan 2B-ni ortaq vuruq kimi çıxara bilərik. 5B çıxaq 3C bərabərdir 0. Burada B-yə 0 deyə bilmərik. Çünki B ölçüdür. B 0-dan fərqli olmalıdır. B nə yazıram? 0-dan fərqlidir yazıram. Onda 0-a bərabər olan halımız 3B, daha doğrusu bir dəqiqə demək 5B çıxaq 3C-yə biz 0 deyək. 5B çıxaq 3C 0'dırsa, biz buradan alırıq ki, 5B bərabərdir nəyə? 3C-yə. Yəni, B-miz 3K-dır, C-miz nəyə bərabərdir? 5K. İndi bu qiymətləri də aldığımıza görə biz A-nın əvəzinə burada yaza bilərik ki, A bərabərdir. Baxın, B-nin əvəzinə 3K yazsaq, 3 vurulsun 3K, çıxılsın C-nin əvəzinə 5K yazsam, buradan alıram ki, 9K çıxılsın 5K bərabərdir 4K. A-nın da ifadəsinin 4K olduğunu alırıq. İndi bizə deyir ki, perimetrinin hipotenuzdan demək 4 dəfə böyük olduğunu. Demək A plus B plus C-ni. Gəlin indi baxaq. A-mız
Demək 4K-dır. B-miz 3K-dır. C-miz 5K-dır. Toplasam 4, 3, 7, 5, 12K. İndi hipotenuza bölək. 12K. C-miz nəyə bərabər idi? C-miz, yəni hipotenuzumuz 5K-dır. 5K-ya bölsək. K-lar getsə 12 bölünsün 5 nisbəti bizə verəcək 2,4. Demək, təklif isbat olundu. Demək, əziz abituriyentlər, biz birinci blokların situasiya suallarını, isbatını təqdim etdik və digər sualların da izahını təqdim etdik. Keçək əziz abituriyentlər, demək ikinci blokların situasiyalarına baxaq. Demək, birinci situasiyanın şərtini oxusaq. Deyir ki, fabrikdə ipək paltarlar istehsalında 2 növ sapdan istifadə olunur. Birinci növ sapın tərkibində 90%, ikinci növ sapın tərkibində isə 70% ipək var. Fabrikin günlük gəliri Gx bərabərdir 60x minus 3-1x kvadratı funksiyası ilə modelləşdirmək olar. Burada x satılan paltarların sayı, Gx isə uyğun gəliri manatla göstərir. Fabrikdə 63 nəfər işləyir və işləyən kişilərin sayının qadınların sayına nisbəti 2 bölünsün 5-dir. Birinci sualımızda demək bizə deyilir ki, fabrikdə bu iki növ sapdan istifadə edərək tərkibində 85% ipək olan 40 kiloqram parça istehsal etdilər. Bunun üçün neçə kiloqram ikinci növ sapdan istifadə olundu? Gəlin abituriyentlər, belə yazaq. Birinci növ olsun nə qədər? X kiloqram. İkinci növə deyirəm mən burada, ikinci növ Y kiloqram. Biz bilirik ki, X plus Y cəmi bizdə nə verib? 40 kiloqram verib. Daha sonra nəyi bilirəm? Demək, birinci növ 90%, yəni 0,9x üstəgəl ikinci növ 70% idi. 0,7y bərabərdir 40 kiloqramı 85% olduğunu verir. 0,85-ə vurduq. Buradan nə alırıq? Demək, birinci tənlikdə x-in əvəzinə 40 çıxaq, y yaza bilərəm. Bunu ikinci tənlikdə yerinə qoyaq. 0,9 x-in əvəzinə yazıram. 40 çıxaq, y üstə gəl 0,7 vurulsun. Y bərabərdir 40-ı 0,80, demək 0,85-ə vursaq 34 alıraq. Buradan vurub açsam, demək 36 çıxaq 0,9y üstə gələk 0,7y bərabərdir 34-ə. Buradan sadələşdirməmizi aparsaq 2 bərabərdir 0,2y-ə, y isə bərabərdir 10-a. Bizə isə ikinci növə neçə kiloqram olduğunu tapın demişdi. Neçə kiloqram? 10 kiloqram olduğunu təyin etdik. Keçək ikinci sualımıza. Hal-hazırda fabrikdə günlük 60 paltar satır. Bu satışda əldə edilən gəlir fabrikin günlük əldə edə biləcəyi maksimal gəliri. Biz indi maksimalı təyin etmək üçün funksiyamızı yazsaq, gəlin baxaq. Gx bərabərdir. Demək, 60 demək x çıxaq nə idi? 3-1 x kvadratı. Bu bizim funksiyamızdır. Bunun maksimalı x0 qiymətidir. Bilirik ki, mənfi b bölünsün 2a düsturu ilə təyin edilir. Gəlin indi onu təyin edək. Mənfi b-miz. Yəni, buradan mənfi b-miz mənfi 60 bölünsün 2a-mız mənfi 3-də 2-yə bərabərdir. Bu da 60 vurulsun 2-də 3-dür. Mənfiləri atdıq. 2 ilə bunu ixtisar etdik. 3 bərabərdir 90. Onda J90, yəni maksimalı hesablayaq görək. Bizə nə verir? J90 bərabərdir 60 vurulsun 90. Çıxılsın 3-də 1 vurulsun 90-ın kvadratı. O da bərabərdir. Demək olacaq 5400 çıxaq 2700 bərabərdir 2700. Demək, fabrikdə maksimal 2700 manat qazanıla bilər. Hal-hazırda bizdə 60 mal satıldığına görə J60-ı hesablasaq, bu nə verəcək bizə? Demək, əziz abituriyentlər, baxıram 60 vurulsun 60 çıxaq 3-də 1 vurulsun 60-ın kvadratı. Yəni 3600. 3600-ü də 3-ə bölsək 1200. Burada fərqimiz verəcək 2400. Demək, mən maksimal qazana bilərəm 2700 və hal-hazırda qazanıram. Demək, nə qədər? 2400. Aradakı fərq nədir? 300 manat. Mənə deyir ki, elə maksimal gəlindən neçə manat azdır? Demək, 29-cu sualımız 300 manat azdır. Doğru cavabımız olacaq 300. Keçirik situasiyamızın sonuncu sualına. Fabrikə işə götürülənlər yeni 12 işçidən neçəsi kişi olarsa. Biz əvvəlcə
Kişi və qadın nisbətini bilirik ki, 2 və 5 nisbətində idi. 2K plus 5K bərabərdir 63 yazsaq, buradan 7K-mız 63-ə, K-mız isə nəyə bərabərdir? 9-a. K-nı 9 tapsaq, biz onda deyə bilərik ki, kişilər demək nə edir? 2K edir. 2 vurulsun 9 bərabərdir 18-dir. İndi bizə deyir ki, 12 nəfər gəldi. Demək, 63 işçisi olan fabrika 12 nəfər gəlməsi onların 75 nəfər olması deməkdir. Demək, kişilərin üzərinə, yəni 18-in üstünə hər hansı bir A nəfər gəlsək, onu bölsək 75 ümumi işçimizə, bu bizə verəcək, deyir ki, 28%. Yəni, bu da %28-ə bərabərdir. Gəlin 25-i ixtisar eləyək. Burada bir 3 qalsın, burada bir 4 qalsın. 4 ilə 28-i ixtisar eləyəm 7. Buradan tənasüb kimi həll etsəm, 18 plus A bərabərdir 21-ə. Buradan A bərabər nə alıram? 3 alıram. Hazırda bizə fabrikaya işə götürülən yeni işçinin neçəsidir? Neçəsini tapdıq? 3 nəfər tapdıq ki, doğru cavabımız da 3-ə bərabərdir.